Salam dostlar, Dövlət İmtahan Mərkəzinin 24-cü qruplar üçün nəşr etdiyi 20 sınaqdan ibarət kitabçanın 3-cü sınavının suallarına baxaq. Birinci sualda deyilir ki, şagird mayeyə batırılmış cismin həcmini və mayeni dəyişməklə Arximed qanununu təcrübə olaraq öyrənir. Arximed qüvvəsinin mayenin sıxlığından asılılığını öyrənmək üçün o, şəkildə göstərilmiş hansı hallardan istifadə etməlidir? Deməli, şəkillər üzrə mayələrin sıxlığı göstərilib. Həmçinin şəkillərə diqqət etirsək, görərik ki, hər bir halda mayələrə batırılmış cisimlərin həcmləri də uyğun olaraq göstərilmişdir. Onda biz deyirik ki, gəlin Arximed qüvvəsinin düsturunu yazaq. Mayəyə tam batdığı üçün cisimlər bütün hallarda Arximed qüvvəsi F Arximed bərabərdir. Rho maye vuraq B cisim vurulsun J şəklində ifadə olunur. Əgər cisim mayeyə tam batmış olmasaydı, onda biz V cisim əvəzinə V batan yazmalı idik. İndi bizə deyilir ki, o Arximed qüvvəsinin mayenin sıxlığından asılılığını öyrənmək istəyir. Onda baxırıq ki, Arximed qüvvəsi mayenin sıxlığı ilə düz asılıdır. O halda ki, biz cismin həcmini sabit götürək. Onda deməli, mən həcmlərin sabit olduğu şəkilləri qeyd etməliyəm. Birinci şəkil, üçüncü şəkil və dördüncü şəkil. Doğru cavab da olar A bəndi. İkinci suala baxaq. İkinci sualda deyilir ki, ipdən asılmış polad kürəcik suya batırılmışdır. Sonra içərisində su olan stəkan içərisində kerosin olan stəkanla əvəz olunur. Bu zaman kürəciyə təsir edən Arximed qüvvəsi və kürəciyin mayedəki çəkisi necə dəyişər? Deməli, əvvəlcə gəlin cisimli təsir edən qüvvələri yazaq. Aşağıya doğru ağırlıq qüvvəsi və yuxarıya doğru qaldırıcı qüvvə olan Arximed qüvvəsi təsir edir. Hər iki halda bu şəkildədir. Onda gəlin birinci Arximed qüvvəsini kerosin və su üçün yazaq və yaxud su və kerosin üçün. F Arximed su və F Arximed kerosin. Deməli, F Arximed su üçün yazsaq, Rho su, vuraq V cisim, vuraq J. İkinci halda isə Rho kerosin, V cisim, vuraq J. Baxırıq ki, məsələn şərtinin sonunda deyir ki, Rho kerosin Rho sudan kiçikdir. Onda düsturlara əsasən görürük ki, Arximed qüvvələri mayələrin sıxlıqları ilə düz mütənasibdir. Düz mütənasib asılıdır. Belə olan halda F Arximed kerosin kiçikdir F Arximed su olar. Bu deməkdir ki, Arximed qüvvəsi suda daha böyükdür, nəinki kerosində. Onda Arximed qüvvəsi azalar. Bəs cismin mayedəki çəkisi nə cür hesablanır? P bərabərdir P0 çıxaq F Arximed. Yəni, cismin mayedəki çəkisi onun vakuumdakı çəkisindən Arximed qüvvəsi qədər azdır. İndi baxırıq ki, P0, yəni vakuumdakı çəki sabitdir. Yəni, azalan sabitdir. Fərq isə sudan kerosinə keçdikdə, yəni Arximed qüvvəsi azalır. Onda belə çıxır ki, mayedəki çəki nə etməlidir? Artmalıdır. Doğru cavab, Arximed qüvvəsi azalar, mayedəki çəki isə artar. Yəni, B bəndi. Üçüncü suala baxaq. Üçüncü sual Birləşmiş Qablar qanununa aid bir sualdır. Deyilir ki, birləşmiş qablara bir-birinə qarışmayan Rho1 və Rho2 sıxlıqlı mayələr tökülmüşdür. H1 bərabərdir 35 cm, H2 bərabərdir 30 cm, H3 bərabərdir 15 cm və Rho2 bərabərdir 1000 kq bölək metrin kubu olarsa, Rho1 sıxlığını hesablayın. Əslində qalsa, əgər buradakı H1, H2, H3 hündürlükləri verilməsəydi, biz Birləşmiş Qablar qanunu bu şəkildə yazmalıydıq. Rho1 bölək Rho2 bərabərdir H2 bölünsün H1. Amma bu ifadəni biz müəyyən qədər çevirməliyik. Çünki şərtimiz və o şərtə uyğun şəklimiz biraz fərqlidir. İndi baxaq. Birinci, burada tərs mütənasib asılı olmalıdır. Biz sürətə Rho2 sıxlıqlı maye üçün olan hündürlüyü yazmalıyıq. Məxrəcə isə Rho1 sıxlıqlı maye üçün olan hündürlüyü yazmalıyıq. Rho1 sıxlıqlı mayenin hündürlüyü bu hissədir. Nə cür taparıq? H1 hündürlüyü ilə H3 hündürlüyünü çıxmaqla. Məxrəcə yazırıq H1 çıxaq H3. Bəs ikinci Rho2 sıxlıqlı mayenin hündürlüyü nə qədərdir? Gəlin, baxın, bu hissədən ayıraq. Baxarıq ki, hündürlük bu qədərdir. Bunu da tapmaq üçün nə edərik? Ümumi H2 hündürlüyü ilə H3 hündürlüyünü çıxmaq lazımdır. H2 çıxaq H3. Biz artıq Birləşmiş Qablar qanunu bu şərt üçün, bu məsələ üçün yazmış olduq. Rho1 sıxlığını bilmirik. Rho2 sıxlığı 1000'dir. H2 hündürlüyü bizdə 30'dur. 30 çıxaq. H3 hündürlüyü 15'dir. H1 hündürlüyü 35'dir. H3 hündürlüyü isə 15'dir. Beləliklə, Rho1 bölək 1000 bərabərdir 15 bölək 20.
1000 ilə 20-ni ixtisar apardıqda 50 qalır. Rho 1-i tapdıqda 50 dəfə 15 edir 750 kiloqram bölünsün metrin kubu. Yəni doğru cavab D bəndi olar. Dördüncü suala baxaq. Dördüncü sualda deyilir ki, cismin batırıldığı mayenin sıxlığı 1,8 dəfə artdıqda, yəni rho maye 2 bölək rho maye 1 bərabərdir 1,8 olduqda, Arximed qüvvəsi F Arximed 2 bərabərdir F Arximed 1 üstə gələk 2,4 Newton artar. Arximed qüvvəsinin əvvəlki qiymətini F Arximed 1-i hesablayın. Biz bilirik ki, Arximed qüvvəsi mayenin sıxlığı ilə düz mütənasibdir. Onda FA2 bölək FA1 bərabərdir. Rho 2 bölək Rho 1 yaza bilərik. Ya da ki, Rho maye 2 bölək Rho maye 1 gəlin dəqiq yazaq. Bu şəkildə yaza bilərik. F Arximed 2-nin əvəzinə yazaram. F Arximed 1 üstə gələk 2,4 bölək F Arximed 1 bərabərdir 1,8. Çünki Rho maye 2-nin Rho maye 1-in nisbəti 1,8-dir. Və buradan biz tənliyi həll edəcək. F Arximed 1 üçün biz almış olarıq 3 Newton. Doğru cavab E bəndi olar. 5-ci sualda deyilir ki, gəlin şəklin üzərində eləyək. Civə sütununun altında olan havanın təzyiqi neçə millimetr civə sütunudur? Gəlin baxaq. Belə deyək, qabın ağzı açıq olduğuna görə üstdən aşağı bir təzyiq olur. Yəni havanın təzyiqi, atmosfer təzyiqi. Bu hissədə qalan təzyiq deməli, onun üzərində olan havanın, yəni atmosfer təzyiqi ilə civə sütununun yaratdığı təzyiqlərin cəminə bərabər olmalıdır. İndi onda yazarıq ki, P qaz bərabərdir P atmosfer üstə gələk rho P civə ya da ki rho H deyə bilərik. Ya da ki P civə deyə geçsin. İndi baxaq, neçə millimetr civə sütunudur deyir. Onu da tapmaq üçün nə edə bilərik? 3 sm 30 mm deməkdir. Civə sütununun yaratdığı təzyiq 30 mm civə sütunudur. Normal atmosfer təzyiqi də 760 mm civə sütunudur. 760-ın üstə 30 gəldikdə, deməli qazın üzərində olan, daha doğrusu bu civə sütunun altında olan havanın təzyiqi 790 mm civə sütunu olar. İndi isə 6-cı suala baxaq. 6-cı sualda deyilir ki, kütləsi 600 kiloqram olan cismi M bərabərdir 0,6 kiloqram, beynəlxalq sistemdə yazaq. Suya tam batırdıqda 200 qram su sıxışdırıb çıxarıldı. Bu deməkdir ki, M su, yəni suyun kütləsi 0,2 kiloqram olar. Cismin maiyədəki çəkisini hesablayın. Yəni P bərabərdir sual. Maiyədəki çəki bərabərdir vakuumdakı çəki çıxılsın Arximed qüvvəsi. Arximed qüvvəsi nə cür hesablaya bilərik? Biz bildik ki, Arximed qüvvəsi sıxışdırıb çıxarılan mayenin çəkisinə bərabərdir. Onu biz M maye vuraq J şəklində yaza bilərik. Beləliklə, mayenin kütləsi 0,2, J'nin də qiyməti 10, vurduqda bilir 2 Newton və vakuumdakı çəki isə 0,6 vuraq 10, bu deyilir 6 Newton. Beləliklə, maiyədəki çəki 6-dan 2 çıxdıqda 4 Newton qalar. İndi isə 7-ci suala baxaq. 7-ci sualda deyilir ki, birinci halda suda üzən cismin batan hissəsinin hündürlüyü H1, suyun hündürlüyü isə H2-dir. Cismi çevirib suya saldıqda. Hər iki halda üzür. Üzürsə, biz deməliyik, deyirik ki, onda F Arximed bərabərdir nəyə? Ağırlıq qüvvəsi M-J'yə. Baxırıq ki, biz cismi tərsində çevirdikdə yenə ağırlıq qüvvəsi dəyişmir. Bu deməkdir ki, hər iki halda Arximed qüvvəsi sabitdir. Bəs Arximed qüvvəsini biz nətər yaza bilərik? Rho maye, indi baxaq, burada rho maye nə yaza bilərik? V batan vurulsun J şəklində yaza bilərik. Çünki müəyyən hissəsi batır, bütün həcmi batmayıbdır. Ona görə yazırıq rho maye və batan hissənin deməli sahəsini nətər tapa bilərik? O da olar S vurulsun H, daha doğrusu həcmini nətər tapa bilərik? S vurulsun H şəklində. Baxın, birinci halda həcm, deməli, oturacağın sayısı S1, ikinci halda isə oturacağın sayısı S2-dir. S1 S2-dən kiçikdir, düzdürmü? S1 kiçikdir S2. Deməli, onda hasilin sabit qalması üçün, çünki F Arximed dəyişməməlidir. Onda H1 böyükdür H2 olmalıdır. Yəni, bu deməkdir ki, indi buradakı H1 ilə H2-ni fərqləndirmək. Yəni, birinci hala uyğun olan hündürlüklə ikinci şəkilə uyğun olan hündürlüklər arasındakı münasibət edirik. Deməli, onda belə çıxır ki, birinci halda batan hissənin hündürlüyü daha çoxdur, nəinki ikinci halda. Deməli, onda H1 hündürlüyü neyniyər? Azalmış olar. Amma H2 hündürlük dəyişmir. Çünki, baxın, maye hər iki halda mayedə üzür. Yəni, bir cisim belə deyək də, bir gəmi dənizin səthində üzürsə, gəminin tərsinə çevirikdə o yenə üzər. Belə biraz kobud formada oldu. Amma yenə üzər. Hər iki halda üzür. Yəni, ona görə dənizdəki suyun səthi hündürlüyü artıb azalmır ki, elə olduğu kimi də qalır. Ona görə H2 sabit qalar, amma H1 azalar.
İndi 8-ci suala baxaq. 8-ci sual olduqca maraqlı bir sualdır. Deyir ki, mayeyə batırılmış cismin çəkisinin cismin sıxlığından asılılıq qrafiki verilmişdir. Sıxlığı 7,5 qram bölək santimetr kub olan cismin həcmini hesablayın. Qrafikə diqqət yetirsək görərik ki, cismin sıxlığı 2,5 olduqda mayedəki çəkisi sıfıra bərabər olur. Onda biz yazarıq P, bunu gəlin göynə yazaq. P bərabərdir, P0 çıxaq F Arximed. Deməli, bu hal üçün 0 bərabərdir, P0 çıxaq F Arximed və biz alarıq ki, P0 bərabərdir F Arximed. Yəni, cismin sıxlığı bu halda vakuumdakı sıxlıq mayenin Arximed qüvvəsinə, daha doğrusu cismin vakuumdakı çəkisi Arximed qüvvəsinə bərabər olar. Onda belə çıxır ki, mayenin çəkisi rho maye bərabərdir 2,5 nə olmalıdır? Qram bölünsün santimetrin kubu olmalıdır. Amma mayeyə batan halda cismin sıxlığı, baxın bu hal üçün 7,5 qram bölünmüş santimetrin kubu verilmiş olar. Ondakı mayedəki çəkini tapası olsa P bərabərdir. Rho cisim çıxılsın, rho maye vurulsun, V cisim vuraq J şəklində ifadə olunur. Beləliklə, buradan V cismi tapası olsaq, P-ni biz bölməliyik. Mötərizdə rho cisim çıxaq, rho maye vurulsun, J-yə. Beləliklə, V cisim bərabərdir. P-nin qiyməti 10. Rho cisim çıxaq, rho maye. 7,5-dən 2,5 çıxanda 5 qramdır. Qramı yazaram 10 üstü mənfi 3 bölünsün santimetrin kubu. Vurulsun, J-nin də qiymətini yazaram 10. Buradan 10'lar ixtisar getsə, V cisim bərabərdir. 10 üstü mənfi 3 sürətə qalxır olur 10 üstü müsbət 3. 5'ə böləndə 200 santimetrin kubu. Beləliklə, cismin həcmi 200 santimetrin kubu olar. İndi isə 9-cu suala baxaq. 9-cu sualda deyilir ki, iplə bir-birinə bağlanmış iki kürə maye daxilində tarazlıqdadır. Kürələrin həcmləri V1 bərabərdir 3V2 olarsa hansı ifadə doğrudur? Onda biz Arximed qüvvəsinin düsturunu yazsaq, rho maye V cisim vurulsun J yazarıq. Eyni bir mayenin daxilində olduğuna görə mayenin sıxlığı sabitdir. Arximed qüvvəsi cismin həcmi ilə düz asılıdır. Əgər birinci cismin həcmi ikinci cismin həcmindən 3 dəfə böyükdürsə, onda birinci cismə təsir edən Arximed qüvvəsi ikinci cismə təsir edən Arximed qüvvəsindən 3 dəfə böyük olmalıdır. Yəni, bir cavabımız olur 2. Sonra, birinci kürənin sıxlığı mayenin sıxlığından kiçikdir. Bəli, əgər bu yuxarıya doğru qalxırsa, M2 aşağıya doğru düşürsə, deməli, onda birinci sıxlığı kiçik olubdur, deyəm, o yuxarıya doğru qalxır. Yəni, belə deyək də, kiçiyin sıxlığı kiçik olan cismin özü yuxarıda olmalıdır. Amma ikinci cisim maye qabın dibinə tərəf bir yerdə yerləşir. Deməli, birinci kürənin sıxlığı mayenin sıxlığından kiçikdir, amma ikinci kürənin sıxlığı mayenin sıxlığından böyükdür. Ona görə də doğru cavab olur 2, 3 və 4. 2, 3 və 4 isə bizdə C bəndinə uyğundur. 10-cu suala baxaq. 10-cu sualda deyir ki, kütlələri bərabər, o dəqiqə yazırıq ki, M1 bərabərdir M2 olan iki cisim bir cins mayedə üzür. Üzür deyirsə də, dərhal deyirik ki, F Arximed 1 bərabərdir F Arximed 2. Yəni, Arximed qüvvələr bir-birinə bərabərdir. Ona görə C bəndi ola bilməz, B bəndi ola bilməz, D bəndi ola bilməz. Qaldı A bəndi, bir də E bəndi. Cisimlərə təsir edən Arximed qüvvələr və cisimlərin sıxlıqları üçün hansı münasibət doğrudur? Burada bir şərti nəzərə almaq lazımdır ki, birinci halda cisim mayenin daxilində üzür. Yəni, ρ1 bərabərdir. Yəni, ρ1 bir şey yazaq. ρ1 sıxlığı bərabərdir rho mayeyə, amma ikinci halda cisim mayenin səthində üzür. Bu demək ki, ikinci cismin sıxlığı mayenin sıxlığına nədir? Kiçikdir. Onda belə çıxır ki, ρ1 ρ2'dən nə olmalıdır? Böyük olmalıdır. Yəni, doğru cavab olar A bəndi. 11-ci sual olduqca maraqlı bir sualdır. 11-ci sualda deyilir ki, sıxlıqları ρ1 bərabərdir 900 kilogram bölünsün metrin kubu və ρ2 bərabərdir 2700 kilogram bölünsün metrin kubu olan bir-biri ilə qarışmayan iki mayenin sərhəddində kürəcik tarazlıqdadır. Kürəciyin sıxlığı nə qədər olmalıdır ki, onun həcminin 1/3 hissəsi mayeləri ayıran sərhəddən yuxarıda qalsın. Baxın, bu hissəni gəlin biz belə çəkək. Deməli, bu hissənin həcmi 1/3 V-dir. Altda qalan hissənin həcmi isə, baxın, bu yaşılla olan hissənin həcmi isə 3/2 V-dir. Onda nə edərik? Biz bu halda cisimlərə təsir edən Arximed qüvvələrini yazarıq. Bu qırmızı hissəyə təsir edən qüvvəni F1 ilə,
Bu yaşıl hissəli həcmə təsir edən qüvvə isə gəlin F2 ilə işarə edək. Ağırlıq qüvvəsi isə hansı istiqamətə yönəlir? mg aşağıya doğru yönəlir. Onda yaza bilərik ki, sən demə mg bərabərdir F1 ilə F2-nin cəminə. Buradan mg bərabərdir F1, yəni birinci deməli maye tərəfindən cismin 1/3-lik həcminə təsir edən Arximed qüvvəsi nə tər ola bilər? Rho1 vuraq, batan hissənin həcmi V batan olmalıdır. İndi yazırıq 3/1 V vurulsun J. İkinci halda isə Rho2 vuraq, batan hissənin həcmi 3/2 V-dir, vurulsun J-yə. Beləliklə, M-in yerinə nə yazırıq? Rho cisim V vur J bərabərdir. Buradan isə 3/1 VJ-ni ortaq vuruq çıxartsaq, Rho1 üstə gələk, 2 Rho2 almış olarıq. Beləliklə, gəlin bu hissəni Rho2-ni səliqəli yazaq, Rho2 almış olarıq. İndi gəlin neyniyək? VJ-ləri ixtisar aparaq. VJ-ləri ixtisar aparsaq, Rho cisim bərabərdir. Onda nə alarıq? 3/1 vurulsun Rho1 üstə gələk 2 Rho2. Beləliklə, Rho cisim bərabərdir. 3/1 vuraq. Birinci cismin sıxlığı, mayenin sıxlığı 900 üstə gələk 2 vurulsun. İkincinin sıxlığı isə 2700. 2700-ü 2-yə vurduqda 5400, 900 üstə gəldikdə 6300, 3/1 isə eləyir 2100 nə? Kilogram bölünsün metrin kubunu almış olarıq. Yəni doğru cavab E bəndi. 12-ci sualda deyilir ki, porşenli nasos ilə suyu hansı maksimal hündürlüyə qaldırmaq mümkündür? Yəni onun verə biləcəyi maksimal hündürlüyü tapmaq üçün nə etmək lazım? Deyirik ki, nasosdan çıxan su suyun təzyiqi atmosfer təzyiqinə bərabər olmalıdır, düzdürmü? Onda yazmalıyıq ki, P atmosfer bərabərdir Rho J H. Buradan da H-ı tapası olsa P atmosfer bölünsün Rho J almış olarıq. Beləliklə H bərabərdir 10 üstü, deməli 100 kilopaskal 100 vurulsun 10 üstü 3 paskal bölünsün Rho-nun qiyməti 10 üstü 3 kilogram bölünsün metrin kubu, J-nin qiyməti isə 10 Newton bölünsün kiloqramdır. Beləliklə 10 üstü 3-ü 10 üstü 3-dən ixtisar aparsaq, 10-dan da 100-ü ixtisar aparsaq, onda H bərabərdir 10 metr almış olarıq. Yəni doğru cavab D bəndi olar. Təsvir olunmuş 13-cü sualda deyir ki, təsvir olunmuş qaba su tökülüb. 1, 2, 3 nöqtələrində mayenin təzyiqləri arasındakı hansı münasibət doğrudur? Biz bilirik ki, hündürlük artdıqca onda mayenin təzyiqi də həmin verilmiş nöqtələrdə təzyiqi də getdikcə hündürlüklə mütənasib olaraq artır. B bərabərdir Rho J H ifadəsinə əsasən. Onda baxırıq ki, ikinci cismin deməli dərinliyi, yəni mayenin səthindən olan dərinliyi daha böyükdür. Sonra gəlir 3-cü cismin olan 3 nöqtəsinin hündürlüyü və 1 nöqtəsinin hündürlüyü isə ən kiçik hündürlüyə malikdir. Onda belə çıxır ki, P2 böyükdür P3-dən, o da böyükdür P1-dən və yaxud P1 kiçikdir P3-dən, o da kiçikdir P2-dən. Belə bir cavab görək hardadır. Deməli, burada baxaq, P1, P3, P2 elə doğru cavab A bəndi etmiş olar. 14-cü suala baxaq. 14-cü sualda deyir ki, harmonik rəqs edən M bərabərdir 0,5 kiloqram kütləli cisim tarazlıq vəziyyətindən 20 sm bölək saniyə sürətlə keçir. Əgər biz rəqs hərəkəti gözümüzün qabağına gətirsək, deyək ki, yaylı rəqqasının hərəkətinə baxırıq. Biz bilirik ki, tarazlıq vəziyyətindən keçən anda cismin sürəti öz maksimal qiymətinə çatır. 20 sm bölək saniyəni biz yaza bilərik. 2 metr bölək saniyə. Cismin rəqs periyodu T bərabərdir 2pi saniyə olarsa təsir edən maksimal qüvvəni tapın. F maksimal bərabərdir sual. Dərhal yazırıq ki, F maksimum bərabərdir. Qüvvə bərabərdir kütlə vuraq təcil, amma təcilin maksimal qiyməti. O da bərabərdir M vuraq. A maksimal nə cür hesablanır? Deməli, hesablanır V maksimum vuraq omega, omega 0. Buradan da F maksimum bərabərdir M V maksimum, bəs omega 0-ın yerinə nə yazarıq? 2pi bölək T. Beləliklə F maksimum bərabərdir 0,5 vurulsun 2 vurulsun 2pi bölünsün 2pi. Və beləliklə biz 2piləri ixtisar aparsaq 0,5-i 2-yə vurduqda 1 Newton almış olarıq. Doğru cavab da olar A bəndi. Əgər səhv hesablamadıqsa da 20 sm bağışlayın 20 sm 2 metr yazmışam. 0,2 metr olmalıdır. Bağışlayın 0,2 metrdir. Burada da 0,2 metr qoysaq olar 0,1 Newton. Doğru cavab B bəndi olar. 15-ci suala baxaq. 15-ci sualda deyilir ki,
Sertliği K bərabərdir 40 Newton bölək metr olan yaya bağlanmış F bərabərdir 8 kosinus 4 pi t Newton qanunu ilə dəyişən qüvvənin təsiri altında rəqs edir. Rəqsin tam enerjisini və t bərabərdir 12'də 1 saniyə zaman andakı kinetik enerjisini hesablayın. Tam enerjini dedikdə tam mexanik enerjidə Y-dir və kinetik enerji dedikdə Y kinetik bərabərdir sual. Tam mexaniki enerji bilirik ki, deməli potensial enerjinin maksimal qiymətinə bərabərdir. Onun düsturunda bu şəkildə yazmaq olar. F maksimum kvadratı bölünsün 2K. F maksimum bizdə nə qədərdir? Kosinusun qarşısında duran sabit artıq bizə ya da ədəd bizə göstərir ki, verilmiş kəmiyyətin maksimal qiymətindən söhbət gedir. Burada tənlik F üçün olduğu üçün deyirik ki, 8 F maksimumun qiymətidir. Yəni maksimal qüvvə 8 Newtondur. Belə olan halda F bərabərdir 8'in kvadratı bölünsün 2 vurulsun 40. O da bərabərdir 64 bölünsün 8 vuraq 10. 8 ilə 64'ü ixtisar gedir 8 qalır. 8 də ona böldükdə 0,8 joule edər. Deməli, tam enerji, yəni tam mexanik enerji 0,8 joule'dur. Ya A-dır ya da B-dir. Nə C, nə D, nə də Y bu cavabı ola bilməz. İndi gəlin biz 12'də 1 saniyə olan anda zaman andakı potensial enerjini tapaq. Y potensial bərabərdir. Bu dəfə yazırıq. F kvadratı bölünsün 2K. Bəs F'in qiyməti nəyə bərabərdir? Artıq burada F ani qiymətdir. 8 vurulsun kosinus 4 pi vurulsun. T'nin də yerinə yazırıq 12'də 1. Baxın 4'dən 12 ixtisar gedir. Burada qalır 3. Olur kosinus pi bölü 3. Kosinus pi bölü 3 də 2'də 1 alır. 8 vuraq 2'də 1 bərabərdir 4 Newton. Beləliklə Y potensial bərabərdir 4'ün kvadratı bölünsün 2 vurulsun 40. Bu da 16 bölünsün 80. O da bərabərdir 0,2 Newton edər. Kinetik enerjini tapmaq üçün isə tam mexaniki enerjidən potensial enerjinin ani qiymətindən çıxmaq lazımdır. Beləliklə Y kinetik bərabərdir 0,8 joule çıxaq 0'dan bağışlayın. Burada 0,2 Newton yazmışam. 0,2 joule buradan alaram 0,6 joule. Yəni doğru cavab olar A bəndi. 16-cı suala baxaq. 16-cı sual olduqca maraqlı bir sualdır. 16-cı sualda deyilir ki, harmonik rəqs edən cismin sürətinin proyeksiyası Vx bərabərdir 0,1 kosinus 20t mötərizdə metr bölək saniyə qanunu ilə dəyişir. Müşahidəyə başlayandan t bərabərdir böyük t bölünsün 6 zaman anda cismin təcilinin proyeksiyasının qiymətini tapın. Deməli, nə edirik? Bizdən AX-i tapmaq tələb olunur. Dərhal yazırıq. AX bərabərdir. Bilirik ki, rəqsi hərəkətdə ümumiyyətlə təcilin rəqslərini, təcili tapmaq üçün sürətdən zamana görə tərəmə almaq lazımdır. O da bərabərdir 0,1 kosinus 20t'dən törəmə alsaq, AX bərabərdir 0,1 sabitdir, qarşıya çıxır. Kosinus 20t, artıq kosinus 20t funksiyası mürəkkəb funksiyadır. Kosinusun törəməsi mənfi sinusdur, yəni mənfi sinus 20t. Bir də 20t funksiyasının törəməsi bizə verir 20. Beləliklə AX bərabərdir mənfi 2 vuraq, sinus 20t'ni almış olarıq. İndi bunu hesablamalıyıq. Baxın, burada nə cür hesablaya bilərik? Tutaq ki, biz kiçik t'nin yerinə böyük t bölü 6 qoyduq. Bizim əlimizdən nəsə keçirmi? Xeyr. Omega 0 nəyə bərabərdir? Omega 0 t'nin deməli daha qarşısında olan əmsaldır. Yəni 20'dir. Bəs omega 0 nə cür hesablanır? 2 pi bölünsün t şəklində hesablanır. Biz burada onda böyük t'ni tapası olsaq nə alarıq? 2 pi bölünsün omega 0. Yəni böyük t bərabərdir 2 pi bölünsün omega 0'ın da qiyməti nə qədərdir? 20'dir. Düzdür. Onda bu 2 ilə də 20 ixtisar getdi, qaldı 10. İndi biz nə etməliyik? Böyük t'nin artıq pi bölünsün 10 olduğunu bilirik. Onda kiçik t bərabərdir. Böyük t'nin yerinə yazarıq. Pi bölünsün 10, bir də böl 6, onda olur pi bölünsün 60. Əslində qalsa zaman pi bölünsün 60 imiş. Onda AX bərabərdir. Mənfi 2 vurulsun sinus 20 vuraq, pi bölünsün 60. Baxın, indi 20 ilə pi bölünsün 60, daha doğrusu 20 ilə 60, 20'yə ixtisar gedər. Məxrəcdə 3 sürətdə 1 qalar. Beləliklə biz alarıq. AX bərabərdir. Mənfi 2 sinus pi bölünsün 3. Beləliklə AX də bərabərdir. Mənfi 2 vuraq. Sinus pi bölü 3 də alır. Kök atı 3 bölü 2. 2'lər ixtisar getdikdə qalır mənfi kök atı 3 metr bölünsün saniyənin kvadratı. Və doğru cavab olar B bəndi. Sonra 17-ci suala baxaq. 17-ci sualda şifahi sualda deyilir ki, harmonik rəqs edən cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı nöqtələrdə cismin potensial enerjisi sıfıra bərabərdir? Biz bilirik ki, təcil haralarda maksimum olur? Rəqsi hərəkət zamanı bir mənfi xm-də,
bir də müsbət xm-də maksimum olurdu. Belə olan halda, çünki qüvvə də maksimum olurdu axı. Təcil maksimum olanda qüvvə də maksimumdur. Qüvvə maksimumdursa da potensial enerji də maksimumdur. Deməli, potensial enerji kənarlarda maksimum olur, amma ortada, yəni tarazlıq vəziyyətində artıq təcil də 0 olur, yer dəyişmə də 0 olur, təsir edən qüvvə də 0 olur, potensial enerji də 0 olur. Tarazlıq vəziyyətdə 0-da 0 olan nöqtədə. Onda 4 və 6 nöqtələrində cismin potensial enerjisi 0-a bərabər olar. 18-ci suala baxaq. 18-ci sualda deyilir ki, sərtliyi K bərabərdir 40 Newton bölək metr olan yaya bağlanmış və kütləsi M bərabərdir 200 qram, yəni 0,2 kiloqram olan cisim ən kənar vəziyyətlərdə 10 metr bölək saniyə kvadrat təcil almaqla üfüqi müstəvidə rəqs hərəkət edir. Bu demək ki, təcilin maksimal qiyməti 10 metr bölünsün saniyənin kvadratıdır. Koordinatın zamandan asıllıq tənliklərindən hansı bu rəqqasın hərəkətinə uyğundur? Yəni biz x-in tənliyini qurmalıyıq. Birinci yadımıza salaq ki, AM bərabərdir. Omega 0 kvadratı vuraq xm-dir. Buradan omega 0 kvadratının əvəzinə də yaza bilərik ki, K bölünsün M. Bu yaylı rəqqasdan çıxan bir nəticə idi. Beləliklə, xm-i tapsaq, AM-i biz vururuq M-ə, yəni cismin kütləsinə bölürük yayın sərtliyinə. Beləliklə, xm bərabərdir. 10 vuraq 0,2 bölünsün 40. 0-la vergül ixtisar getsə, xm bərabərdir. Qalır 40-da 2, yəni 20-də 1. O da edir 5 cm. Biz metrlə almışıq, santimetr çevirib 5 cm. Deməli, A bəndi ilə E bəndi ola bilməz. Kənarlardan hərəkət elədiyi üçün də bu demək ki, kosinus qanunu ilə dəyişir. İndi qaldı omega 0-ın özünü tapmaq. Omega 0 da bərabərdir kök altında K bölünsün M-dir. Beləliklə, omega 0 bərabərdir kök altında K-nın qiyməti. Deməli, 40-dır bölək 0,2-yə və biz alırıq nə? Kök altında 200. Doğru cavab olur 5. Kök altında, bağışlayın, mən niyə A bəndini silmişəm? Hə, B bəndini silməliydim. Deməli, 5 vurulsun kosinus kök altında 200t. Doğru cavab olur A bəndi. 19-cu suala baxaq. 19-cu sualda deyilir ki, harmonik rəqs edən iki riyazi rəqqas üçün yerdəyişmənin zamandan asıllıq grafikinə əsasən onların ilk 6 saniyədə getdikləri yolların nisbətini tapın. 6 saniyə ərzində dedikdə onda yazırıq ki, deməli, gedilən yol L bərabərdir 4A vuraq kiçik t bölünsün böyük t şəklində hesablanır. Onda L1 bərabərdir 4A vurulsun 4A1 vuraq T1, daha doğrusu t'lər eynidir 6 saniyələrindədir. Bölək böyük T1 və L2 bərabərdir 4A2 vuraq kiçik t bölünsün T2. Biz indi buradan L1 bölək L2 nisbətini tapsaq almalıyıq nə? A1 vuraq T2 bölək A2 vuraq T1. Bu şəkildə belə bir ifadə aldıq. İndi gəlin şəkilə diqqətlə baxaq və A1, A2, T1, T2 hamısını müəyyənləşdirək. Birinci cismin maksimal qalxdığı məsafə 100 cm-dir. Yəni onun amplitudu 100 cm-dir. İkinci cismin isə amplitudu bax bu hissədir. Bu da 50 cm. Yəni yarısına uyğundur. 50 cm. Vuraq. Birinci cismin periyodunu tapaq. Rəqqasın rəqs periyodunu tapaq. Neçə amplitud sayılıq? 4. 1, 2, 3, 4. Yəni bu hissəyə düşür. Neçə bölgü var? 1, 2, 3, 4, 5, 6 bölgü var. Hər bölgünün qiyməti 1 olduğuna görə burada 4 bölgü uyğun gəlir. Deməli, T1, yəni birincisinin amplitudu 4-dür. İkincisinin, bağışlayın, amplitudu deyirəm, periyodu 4-dür. İkincisinin periyodunu tapaq. İkincisinin periyodu nətər taparıq? Sayırıq 1, 2, 3, 4. Yəni neçə dənədir? 2 dənədir. Onda 100 dəfə 2, 200 eləyir, 50 dəfə 4 də 200 eləyir, nisbətlə böldükdə 1 olur. Yəni onların getdiyi yollar bir-birinə bərabər olmalıdır. İndi 20-ci suala baxaq. 20-ci sualda deyilir ki, harmonik rəqs edən rəqqaslar üçün Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Baxın, birincisi yaylı rəqqasdır, ikincisi isə riyazi rəqqasdır. Deyir, rəqs tezliyi rəqqasın kütləsindən asılı deyil. Riyazi rəqqasın rəqs tezliyi düsturu 1 bölünsün 2pi kök altında J bölünsün L'dir. Baxırıq ki, burada kütlə yoxdur. Deməli, rəqqasın kütləsindən asılı deyil. İkinciyə getdi 1. Rəqs periyodu rəqqasın kütləsindən asılıdır. Bu yaylı rəqqasdır. Birinciyə getdi 2. Rəqs periyodu yer səthindən olan hündürlükdən asılıdır. Buradan biz J-ni yazası olsaq, J bərabərdir Jm bölünsün R üstə gələk H-ın kvadratıdır. Bu deməkdir ki, riyazi rəqqasda asıllıq var artıq. İkinciyə getdi 3. Sistemin tam mexaniki enerjisi zamana görə dəyişmir. Hər ikisinə uyğundur.
Rəqsi hərəkət yalnız elastiklik qüvvəsinin təsiri altında gedir. Bu da ancaq deməli yaylı rəqqasa uyğun gəlir və doğru cavab olur A bəndi. 21-ci sual şifahi bir sualdır, isbat məsələsidir. Kütləsi m olan və k sərtlikli yaya bağlanmış cisim x amplitudu ilə harmonik rəqs edir. Cismin koordinatının x olduğu anda onun sürəti hansı ifadə ilə təyin olunur? Dərhal tam mexaniki enerjinin saxlanma qanunu yazaq. Tam mexaniki enerji bilirik ki, ya potensial enerjinin maksimal qiymətinə ya da kinetik enerjinin maksimal qiymətinə bərabərdir. İndi burada xm verildiyi üçün bu deməkdir ki, biz tam mexaniki enerjini potensial enerji maksimal deməli qiymətindən ifadə etməliyik. Kx maksimum kvadratı bölü 2 bərabərdir ani qiymətlərin cəmi. Yəni kx kvadratı bölü 2 üstəgələk mv kvadratı bölü 2. Buradan mv kvadratı bölü 2-ni tapdıqda kx kvadratı bölü 2-ni keçirdirik sola və k bölü 2-ni ortaq vuruq çıxardırıq. Qalır xm-in kvadratı çıxaq, x-in kvadratı. Beləliklə, ikilər ixtisar aparsaq və buradan v-ni tapsaq, v kvadratı bərabərdir. K bölünsün m, vurulsun, xm-in kvadratı çıxaq, x-in kvadratı. Beləliklə, v bərabərdir. Kök altında k bölünsün m vurulsun, xm-in kvadratı çıxaq, x-in kvadratı. Və doğru cavab da uyğun gəlir B bəndinə. 22-ci suala baxaq. Şaquli asılmış yaylı rəqqas ən kənar yuxarı vəziyyətindən, yəni B nöqtəsindən ən kənar aşağı vəziyyətə, yəni A-ya doğru hərəkət edir. B nöqtəsindən tarazlıq vəziyyətinə doğru hərəkət zamanı cismin yer səthinə nəzərən potensial enerjisi və kinetik enerjisi. Baxın, cisim yer buradadırsa da, cisim yerə doğru getdikcə nə edir? Yaxınlaşır. Deməli, yerdən olan hündürlük getdikcə azalır. Bu deməkdir ki, cismin yer səthinə nəzərən potensial enerjisi azalır. Amma tarazlıq vəziyyətinə doğru sürət getdikcə artır və tarazlıq nöqtəsində cismin sürəti maksimal qiymətinə çatır. Bu deməkdir ki, kinetik enerji isə artmalıdır. Doğru cavab azalar, artar. A bəndinə uyğundur. İndi 23-cü suala baxaq. 23-cü sualda deyilir ki, yer səthindən şaquli yuxarı atəş açılır. Səs və güllə eyni vaxtda 850 metr hündürlüyə çatır. Səsin havada yayılma sürətini 340 metr bölü saniyə qəbul edərək güllənin başlanğıc sürətini hesablayın. Əgər biz havada yayılma sürətini səsin 340 metr bölü saniyə qəbul edirsə, deyirik ki, səsimiz havada bərabər sürətlə yayılır. Onda hansı müddətdən sonra cisim 850 metr hündürlüyə çatar, onu tapa bilərik. Bunun üçün 850 metri biz bölürük səsin sürətinə, yəni 340 metr bölü saniyə. Beləliklə biz alırıq 2,5 saniyə. Deyir, güllənin başlanğıc sürətini tapın. H bərabərdir, dərhal sonra yazırıq. V0t çıxaq, JT kvadratı bölü 2. Bu artıq güllə yuxarıya doğru bərabər yavaşayan hərəkət etdiyi üçün yazılır. Beləliklə H bizdə 850-dir. V0-ın qiymətini bilmirik. T-nin qiyməti 2,5-dir. Çıxaq, J-nin qiyməti 10-dur. 10 bölü 2 vuraq, 2,5-in kvadratı. Beləliklə 850 bərabərdir. 2,5 V0 çıxaq, 12-yə böləndə 5. 2,5-in kvadratı eləyir 25. Daha doğrusu 2,5-in kvadratı eləyir 6'dan 125. 5'ə vurduqda eləyir 31,25. Buradan 2,5 V0 bərabərdir 881,25. Buradan da V0 tapanda 881,25'i bölürük 2,5'ə. Və doğru cavab olaraq V0 bərabərdir 352,5 metr bölünsün saniyə almış olarıq. 24-cü suala baxaq. Harmonik rəqsi hərəkətdə hansı fiziki kəmiyyət harmonik qanunla dəyişir? Biz dərhal tənlikləri yadımıza salaq. X bərabərdir. Nə idi? Xm, məsələn, kosinus omega 0t. Törəmə alsaq, Vx bərabərdir. Mənfi Vm sinus omega 0t. Bir dəfə də törəmə alsaq, Ax bərabərdir. Mənfi Am kosinus omega 0t. Bu şəkildə yazmış olaraq. Buradan görürük ki, ancaq sürət və yer dəyişmə deməli, harmonik qanunla dəyişir. Tam mexaniki enerji, əgər sürtünmə qüvvəsi nəzərə alınmırsa, dəyişmir. Faza isə yenə də dəyişmir. Dəyişir, amma xətti qanunla, harmonik qanunla dəyişmir. 25-ci suala baxaq. Yaylı rəqqas üfüqi müstəvidə harmonik rəqsi hərəkət edir. Rəqsin amplitudu, yəni xm, bərabərdir 2 cm, yəni 2 vuraq 10 üstü mənfi 2 metr. Rəqs sisteminin tam mexaniki enerjisi, tam enerjisi yazılır, yəni Y bərabərdir 0,6 jouldur.
Yaya bağlanmış cismin tarazlıq vəziyyətindən x bərabərdir 1 sm məsafəsi, yəni 10 üstü mənfi 2 metr məsafəsi zamanı ona təsir edən qüvvəni tapın. Yəni F bərabərdir sual. Nə cür yazırıq? Biz bilirik ki, Y bərabərdir hansı forma? Əgər maksimal qiymətsə də burada potensial enerji maksimal qiymətini götürməliyik. Olmalıdır Kx maksimum kvadratı bölək 2 və burada da Y bərabərdir. Y potensial da bərabərdir. Sadəcə Kx kvadratı bölək 2. Burada nisbət götürsək Y bölək Y potensial bərabərdir. K bölək 2-lərə indi ixtisar getsə qalar nə? Xn bölək Xn kvadratı. Beləliklə Y-nin qiyməti 0.6 joule bölünsün Y potensial bərabərdir. Xm-in qiyməti 2 vuraq 10 üstü mənfi 2 bölək X-in qiyməti 10 üstü mənfi 2 kvadratı. Bunlar ixtisar getsə Y potensial üçün biz 0,15 joule almış olarıq. İndi bizdən soruşur ki, qüvvənin qiymətini tapın. Y potensialın ifadəsi nətərdir? Ani qiymət olduğu üçün qüvvənin ani qiyməti vuraq. Yer dəyişmənin ani qiyməti bölək 2-yə. Beləliklə F bərabərdir 2Y potensial bölək X almış olarıq. F də bərabərdir 2 vuraq. Potensial enerjinin ani qiyməti 0,15 joule bölünsün. Bu ədədi qiyməti yazmasaq da, vahidini yazmasaq da olar. 2 vurulsun 0,15 bölünsün. X-in də qiyməti 10 üstü mənfi 2-dir. Oradan da alırıq biz 3 Newton. Doğru cavab olar 3 Newton. Əgər səhv eləmədiksə. Bir dəqiqə. Bəli. Burada səhv eləmişik. 3 dəfə, deməli 15 dəfə 2 bizdə 30 Newton eləməlidir. 30 Newton alarıq. 26-cı suala baxaq. 26-cı sualda deyilir ki, sərtliyi K bərabərdir 800 Newton bölək metr olan yaya bağlanmış və kütləsi M bərabərdir 20 qram dedikdə bu 0,2 kiloqram edir. Üfüqi müstəvidə harmonik rəqs edərək tarazlıq vəziyyətindən 10 metr saniyə sürətlə keçir. Yəni bu maksimal sürətdir. 10 metr bölünsün saniyə. Bir tam rəqs ərzində cismin getdiyi yolu tapın. Bir tam rəqs ərzində cismin getdiyi yol L bərabərdir 4 vurulsun A. 4 amplitud qədər olmalıdır. Və yaxud bunu biz 4 vurulsun XM şəklində yaza bilərik. Bəs XM-i nə cür tapa bilərik? VM-in düsturu. VM bərabərdir. Omega 0 vuraq XM-dir. Buradan biz deməli XM-i tapsaq olarıq VM bölək Omega 0-ın da yerinə yazarıq. Kök altda K bölünsün M. Beləliklə L bərabərdir 4 vurulsun. VM-in qiyməti 10 bölünsün. Kök altında K-nın qiyməti 800 bölək 0,2. Beləliklə L bərabərdir 4 vuraq 10 bölək kökün altında 800 0,2-yə bölündə 4 vurulsun 10 üstü 4 alarıq. Oradan da 4 vurulsun 10 bölünsün 2 vuraq 10 üstü 2 çıxar. Beləliklə L də bərabərdir 20 santimetr almış olaraq. 0,2 metr alarıq. Amma deyir santimetrlə hesablayın. Bu da bizə 20 santimetr verir. İndi 27-ci suala baxaq. Üfüqi səth üzərində sükunətdə olan 1, 2, 3 bərk cisimlər üçün uyğunluğu müəyyən edin. Cisim tərəfindən dayağa təsir edən təzyiq qüvvəsi cismin çəkisindən böyükdür. Xeyr, bu o halda mümkün idi. Baxın, bu qabın dibinə göstərilən təzyiq qüvvələri bu mayelər doldurulanda belə idi. Bu bərk cisimlər üçün demir. Bərk cisimlər üçün burada çəki böyük ola bilməz və yaxud da ki, kiçik ola bilməz. Ona görə A bəndi yanlışdır. Deyir ki, cismi, deməli, gəlin bir baxaq. Cismi tərsinə çevirdə onun dayağa təzyiqi artar. Təzyiqi deyirsə, P bərabərdir F bölünsün S-dir. Hansı halda cismi tərs çevirir? Baxın, F onsuzdan mg'dir. Bu olar mg bölək S. Artması üçün S azalmalıdır. Baxırsınız, indi 3-cü cismin səthinin sahəsi böyükdür. Bunu tərsinə çevirəndə, bura S1-dir, bura S2-dir. S2 S1-dən böyükdür. İndi tərsinə çevirəndə S azalır, ona görə P təzyiqi nə etməlidir? Artmalıdır. Ona görə 1, 2, 3 yazsaq, 3-cüyə getdi B bəndi. Cismi tərsinə çevirdikdə onun dayağa təzyiqi azalar, o da birinciyə uyğun getməlidir. 1-ə də getməlidir C bəndi. Sonra cismi tərsinə çevirdikdə onun dayağa təzyiqi dəyişməz. Bu da düzgün həndəsi fiqur olan D bəndinə uyğundur. Deməli 1-ə getdi C, 2-yə getdi D, 3-ə getdi B. Artıq E bəndi A bəndinin bir növ xalası olur. Da tərsi olan cümlədir. Bu da heç birinə uyğun getmir. İndi 28-ci, 29 və 30-cu suallara baxaq görək burada nə deyilir. Sualın şərtində əvvəlcə deyilir ki, içərisində su olan qabda X və Y cisimləri çəkisi nəzərə alınmayan çubuğun uclarına iplə bağlanmışdır. Çubuğun O nöqtəsindən qabın dibinə bağlandıqda
Sistem çubuq O nöqtəsindən qabın dibinə bağlandıqda sistem tarazlıqda olur. Hər birinin kütləsi 200 qram olan MX və MY cisimlərinin yerini dəyişdikdə tarazlıq pozulur. Birinci sualda deyilir ki, X və Y cisimlərinin yerini dəyişdikdə tarazlıq nə üçün pozulur? Diqqətlə baxsaq görəsiniz, burada bir çubuqdur, məsafələr bərabər şəkildə bölünür. Deməli, burada artıq tarazlıq şərti ödənməlidir. Yəni, momentlər qaydasına görə bu tarazlıq şərti ödənilir. Birinci halda momentlər qaydasına görə tarazlıq ödənir. Bu halda X cisminə təsir edən qüvvə aşağıya doğru MXJ ağırlıq qüvvəsidir. Yuxarıya doğru isə FA Arximed qüvvəsidir. İkinci halda da yenə aşağıya doğru MYJ deməli ağırlıq qüvvəsidir və buradan FA yenə Arximed qüvvəsidir. Arximed qüvvələr də əlbəttə ki, fərqli olmalıdır. Buna görə FAX və FAY yazmalıyıq. Çünki burada birbaşa cisimlərin deməli sıxlıqlarından asılı olaraq dəyişməlidir. Cisimlərin, indi biz bilmirik ki, sıxlıqları, həcmləri haqqında nəsə var ya yoxdur. Deməli, onların yerini dəyişdikdə deməli, tarazlığın pozulmasına səbəb olur ki, artıq burada qollara təsir edən qüvvələrin yaratdıqları momentlər bir-birini tarazlaşdırmır. İndi 29-cu suala baxaq. 29-cu sualda deyilir ki, sıxlığı X cisminin sıxlığı, yəni rho X bərabərdir 800 kiloqram bölünsün metrin kubu olarsa, maye tərəfindən ona təsir edən itələyici qüvvəni hesablayın. Yəni, buradan Arximed qüvvəsini tapmaq tələb olunur. Arximed qüvvəsini tapmaq tələb olunursa, F Arximed bərabərdir rho maye, cismin bütün həcmi batıbdır. Rho maye V cisim J yaza bilərik. Digər tərəfdən Arximed qüvvəsinin bir qəşəng düsturu var. Onu yadımıza salaq. Rho maye bölək rho cisim vuraq MJ. Bunun üçün V cismin yerinə V cisim bərabərdir M bölünsün rho cisim yazmaq kifayətdir. Beləliklə F Arximed X üçün nə cür hesablanır? Onda rho maye bizdə 1000-dir, yəni sudur. Rho cismi biz bilirik 800-dür. Vurulsun M kütləsi 0,2 kiloqramdır. J'nin də qiyməti 10-dur. 2 ilə, deməli, vergüllə 0 ixtisar gedir. Beləliklə qalır 1000 bölək 800 vuraq 2. Baxaq, 800 ilə 1000-i 200-ə ixtisar aparsaq 5 sürətdə 4 məxrəcdə qalar. Sonra 4 ilə də 2-ni ixtisar aparsaq 1 sürətdə 2 məxrəcdə qalar və 5-i 2-yə böldükdə biz 2,5 almış oluruq. Yəni, X cisminə təsir edən itələyici qüvvə Arximed qüvvəsi 2,5 Newtona bərabərdir. Bir də 30-cu suala baxaq. Tarazlıq halında ipdəki gərilmə qüvvəsini hesablayın. Dərhal biz şəkil üçün yaza bilərik nə? Momentlər qaydasını. Birinci halda, deməli, qüvvəni yazası olsaq, hər iki halda ağırlıq qüvvəsi, belə deyək, Arximed qüvvəsindən kiçikdir. Çünki ipi kəssək, onlar yuxarı qalxmalıdır. Onda nə yazırıq? Birinci halda yazırıq F Arximed X çıxaq MX vur J vurulsun qüvvənin qolu 3-dür, bərabərdir. Sağdakı şəkil üçün də yazırıq nə? 1 vuraq, qüvvənin qolu 1-dir. F Arximed Y çıxılsın MY vurulsun J. İndi baxaq. Bayaqki yazdığımız düsturdan istifadə edirik. 3 vuraq, Arximed qüvvəsinin əvəzinə yazırıq nə? Rho X bölək, deməli, rho maye, bağışlayın, tərs olmalıdır. Rho maye bölək rho X çıxılsın 1, daha doğrusu birbaşa mı yazaq? Yox, birbaşa yazsaq səhv olacaq. Vuraq MJ, biraz çaşmayaq. MX çıxılsın MX vurulsun J. Eyni şeydir sağdakı üçün yazırıq, yenə yazırıq. Rho maye bölək rho Y vuraq MY vur J, çıxaq MY vur J. Beləliklə biz yazaq, nə yazaq? Yazırıq ki, 3 vurulsun nə? 3 vurulsun Rho mayenin MJ-ni biz ortaq vuruq çıxartsaq, MX J buradan ortaq vuruq çıxır, qalır Rho maye bölək rho X, çıxaq 1, bərabərdir. Burada da 1 vurulsun. Yenə MJ-ni ortaq vuruq çıxartsaq, MY vurulsun J ortaq vuruq çıxırdı. Qaldı onda rho maye bölək rho Y çıxılsın 1. İndi baxın, əgər cismin kütlələri bir-birinə bərabərdirsə, məsələnin şərtinə də bərabər deyil. Onda MX J ilə MY ixtisar gedir. Yerdə qaldı belə bir ifadə. 3 vurulsun, deməli, rho mayenin qiyməti neçədir? 1000 bölək 800 çıxaq 1 bərabərdir. Rho mayenin qiyməti 1000-dir. 1000 bölünsün rho, deməli, Y çıxılsın 1. İndi baxaq.
Mini 800-dən 200-ə ixtisar aparsaq 5 bölünsün 4 qalar. 4-də 5-dən 1 çıxanda 4-də 1 qalır. 3 vurulsun 4-də 1 bərabərdir. Deməli 1000 bölünsün rho y çıxılsın 1 almış olarıq. Bu da eləyər 4-də 3. Beləliklə 1000 bölünsün rho y bərabərdir. Nə almış olarıq? Deməli üstə gəlsək alarıq 4-də 4-də neçə alırıq? 4-də 7 mi alırıq? Bir də məsajda səhv elədim yoxsa? Biz burada bir çox uzun yolla getmişik, üzr hesab edin. Gəlin bunu bu hissəni silək. Baxın, bu hissədə biz bu tarazlıq şəraitini burada yazmışıq, düzdürmü? Artıq bayaqları hesabladıq ki, deməli x cisminə təsir edən Arximet qüvvəsi 2,5 Newtondur. Onda gəlin bu sol tərəf üçün qüvvəni hesablayaq. 3 vurulsun. Deməli, sağ tərəfdəki qüvvə, deməli sol tərəfdəki qüvvə nə qədər olur? F(x) çıxılsın mx-dir. Bu sağ tərəfdəki qüvvəni verməlidir. Onda f(x)-in qiymətinə biz 2,5 almışıq. Çıxaq, qüvvənin də qiyməti kütləsi 0,2-dir, vur 10. Beləliklə, 0,2-ni 10-a vurduqda edir neçə Newton? 2 Newton. 2,5-dən də 2 çıxdıqda qalır 0,5. 3-ə də vurduqda 1,5 Newton edir. Deməli, sağ tərəfdəki qüvvə də olmalıdır 1,5 Newton. Və bizdən soruşur ki, əvəzli ipdə yaranan gərilmə qüvvəsini tapın. Gərilmə qüvvəsi T sağ və sol tərəflərdəki yekun qüvvələrin cəminə bərabər olmalıdır. Sol tərəfdə deməli təsir edən qüvvə 0,5 Newtondur. Bu mötərizənçi qədər. Sağ tərəfdəki isə ondan 3 dəfə çoxdur. Yəni 1,5 Newtondur. Beləliklə ipdə yaranan gərilmə qüvvəsi 2 Newtona bərabər olmalıdır. Bir anlıq fikrim başqa şeyə getdi. Üzr hesab edin. Ona görə biraz uzun cavab alındı. Beləliklə doğru cavab olar 2 Newton. Beləliklə biz 3-cü sınağın da suallarına tamamilə baxıb bitirdik. Ümid edirəm ki, hər hansı bir texniki səhvə yol verməmişəm. Əgər sizə nəsə qaranlıq qalsa və yaxud hər hansı bir texniki səhv görsəz, zəhmət olmasa onu videonun şərh bölməsində qeyd edin. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.